Daxili İşlər Nazirliyinin Kiber Cinayətkarlıqla Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən sosial şəbəkələrdə müxtəlif yalan vədlər və şirinlikləndirici təkliflər verməklə vətəndaşları aldadaraq pul vəsaitlərini ələ keçirən şəxslərə qarşı əməliyyat texniki tədbirlər həyata keçirilib. Tədbirlər zamanı sosial şəbəkələrdə saxta elanlar yerləşdirən və özünü internet saytlarının təhlükəsizliyi məsələləri üzrə mütəxəssis kimi təqdim edərək dələduzluqlar edən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş şəxslər Şahin Rəcəbov, Akşin Bədəlov, İlkin Niyazov və Cəfər Cəfərov saxlanılıblar. Araşdırmalar zamanı məlum olub ki, Akşin Bədəlov və İlkin Niyazov sosial şəbəkələrdə, eləcə də müxtəlif saytlarda başqalarına məxsus bahalı mobil nömrə, avtomobil və evləri öz əmlakları kimi təqdim edərək dəyərindən qat-qat ucuz qiymətə satılması ilə bağlı elanlar yerləşdiriblər. Cəfər Cəfərov isə müxtəlif müəssisə və iaşə obyektləri ilə WhatsApp mesajlaşma sistemi vasitəsilə əlaqə saxlayaraq özünü brend əşyaların ucuz qiymətə alış-verişində vasitəçi kimi təqdim edib. Nəticədə saxlanılan şəxslər onlara beh göndərən zərər çəkənlərə qarşı dələduzluq edərək pul vəsaitlərini ələ keçiriblər. Tədbirlər zamanı saxlanılan Şahin Rəcəbov isə xarici ölkələrə gedərək oradan Azərbaycanda fəaliyyət göstərən tanınmış şirkətlərlə əlaqə saxlayıb özünü elektron poçt və rəsmi saytların idarə edilməsi şirkətinin rəhbəri kimi təqdim edib. Daha sonra o, müəssisələrə məxsus domenlərin yerləşdiyi server və elektron xidmətlərin onun nəzarəti altına keçdiyini və ödəniş edilməyəcəyi təqdirdə onlayn xidmət sahələrinin fəaliyyətini tam dayandıracağını bildirib. Saxlanılan şəxs bu yolla qanunsuz olaraq əldə etdiyi vəsaitləri müxtəlif insanların adını olan hesablara köçürərək nağdlaşdırıb. Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Şahin Rəcəbov və Akşin Bədəlov barəsində məhkəmənin qərarı ilə həbs, digərləri haqqında isə alternativ qəti imkan tədbirləri seçilib. Bir daha vətəndaşlara sosial şəbəkələrdən istifadə edərkən ayıq-sayıq olmağı, reallığına şübhə etdikləri elan, müraciət və çağırışlara aldanmamağı, tanımadıkları şəxslərə onlayn qaydada ödəniş etməkdən çəkinməyi tövsiyə edirik.